Salam dəyərli izləyicilər. Gördüyünüz kimi canlıda atam mənə pozğun, fahişə damğası vurdu. Çox gözəl. Bəli. Onu da vadar eləyən həmən siz valideynlərsiniz. Tamamilə. Doğrumu? Çox gözəl. Mən indi iddiamı qaldıracağam sizdən. Mənə bir otaqlı ev, qızıllarımı da çıxardasan, deyirsən ki, bir dünə 300 manatlıq lambirin alıbdı. Onda 11 qram da qızıl qoymuşam. Bir ata ki, balasına söyüş təhqirdən yağdırarmı? Filan yerim ağzın olsun, bəhmən yerin ağzın olsun. Ayıb deyilmi? Bəsdir da. Sizi də mən Mahir deyilən, Mahir mənim beynimə yeridirsinizsə, vallahi gündən sonra da Mahirdən də barışacağım. O ölümün onun əlində gəlsin. Da yetər. Bu valideyndirmi? Sən nə deyirsən, nə Mahir? Sən görürsən ki, verilişdə Mahir yox. Ondan sonra yanımda Mahir yox. Mahir nə salmışsan? Sən utanmısan canlıda da deyirsən ki, mənim qızım pozğundur. Hə? O pozğunluğa da siz valideynlər məni vadar eləmişsiniz.